Salam, hər vaxtınız xeyir. Artıq bildiyiniz kimi, subbakalavrların imtahansız ali təhsil müəssisələrinə qəbul üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzi tərəfindən artıq aktiv edilib və qeydiyyat iyul ayının 10-una kimi, yəni 7-ci ayın 10-una kimi davam edəcək və qeyddən keçmək videosunu mən paylaşmışam. Ancaq bəzi şəxslərdə problem çıxıb, həmin problemlərdən biri də onlar qeyddən keçən zaman ekranda belə bir yazı gəlir ki, şəxsiyyət təsdiq edən sənəd etibarsızdır və indi həmin sənədin yeniləmək lazım olduğunu göstərəcəm. Biz ilk öncə Dövlət İmtahan Mərkəzinin rəsmi səhifəsi olan dim.gov.az bura daxil oluruq. Elə burada görürsünüz 3 xətt var. 3 xətti üzərindən vururuq və aşağıda şəxs kabinet hissəsinin üzərindən vuraq və burada giriş hissəsinin üzərindən vururuq. Və burada bizdən istifadəçi adı, yəni fin kod soruşur. İndi sizə göstərim köhnə və yeni vəsiqədə fin kod harda olur. Köhnə vəsiqələrdə fin kod burada qeyd olunmuş son 8 rəqəmindən 7-sidir. Yeni nəsil şəxsiyyət vəsiqələrində isə fin kod burada işarələnmiş identifikasiya nömrəsi, yəni 7 rəqəmli simvoldur. İndi biz müvafiq məlumatları uyğun xanaya yazaq. Və biz burada finə artıq öz finimizi yazaq. Və burada fini yazdıqdan sonra davam et düyməsini sıxırıq. Və daha sonra bizdə burada parol soruşur. Parol artıq siz şəxsi kabineti yaradan zaman öz təyin etdiyiniz paroldür və bundan əvvəlki videoda mən parolu dəyişməyi də göstərmişdim və siz artıq parolunuzu bura yazırsınız. Və siz artıq şəxsi kabinetə daxil olursunuz və burada şəxsi kabinetdə görürsünüz sənədim yenilənib. Həmin hissə üzərindən vururuq. Və burada yeni vəsiqəmizdə olan, yəni vəsiqəmizin üzərində olan bu AA ilə başlayan hissəni və artıq biz vəsiqənin nömrəsi yazandan sonra yenilə xanasını görürsünüz. Yenilə xanasının üzərindən vuraq. Və burada yadda saxla düyməsini 3 dəfə vurursunuz. Yenə xatırladım, 3 dəfə yadda saxla düyməsini vurursunuz. Bəzən görürsünüz, bir dəfə vurandan sonra səhifə error verir, atır səhifəsi və yenidən daxil olaraq proseduru təkrar edə bilərsiniz. Yaxud da ki, qeydin kimi 3 dəfə dalbadal yadda saxla düyməsini sıxandan sonra artıq sizin sənədiniz yenilənəcək. Və artıq biz sənədimizi yeniləyəndən sonra qeydiyyat prosedurunu yenidən davam etdirək. Və yenə biz dim.gov.az saytına daxil oluruq. Ekrana görürsünüz bakalavriyat, subbakalavrın elektron ərizəsi üzərindən vururuq. Və burada yenə biz artıq istifadəçi adı nə olduğunu bildik. Ona görə də bura öz fin kodumuzu yazaraq qeyddən keçə bilərik və davam etməsini sıxaq. Daha sonra burada bizdə parol soruşur. Parol qeydim kimi kabinet yaradan zaman təyin etdiyimiz paroldür. Həmin parolu yazırıq. Və ekranda bizim adımız, soyadımız, eyni zamanda bitirdiyimiz il, ixtisasımızın adı və eyni zamanda təhsil aldığımız təhsil müəssisəsi göstərilmişdir və burada da artıq sizin bölməniz, orta balınız, yəni ümumi orta müvəffəqiyyət göstəricisi və orta çıxış balınız qeyd olunmuşdur. Ona görə siz artıq burada ərizənizi təsdiq edə bilərsiniz. Bəzən subbakalavralar soruşur ki, mən ərizəni yadda saxlamadan təsdiq etdim. Problem olar mı? Xeyr, problem yoxdur. Yadda da saxlaya bilərsiniz, yaxud da ki, birbaşa təsdiq edə bilərsiniz. Əsl odur, ərizəni təsdiq edin. Və biz artıq burada təsdiq et yazısı var. Təsdiq et yazısının üzərindən vuraq. Və görürsünüz artıq burada əməliyyat başa çatdı. Bağlı xanasını sıxırıq. Bizim artıq ərizəmiz təsdiq olunub. Görürsünüz burada artıq əməliyyatın təsdiq olunduğu tarixdə yazır. Və bu zamanda ekranda yazı görsənir ki, həqiqətən də ərizəmiz təsdiq olunubdur. Artıq bizim ərizəmiz təsdiq olunmuşdur və biz artıq sadəcə ixtisas seçimini gözləməliyik. İxtisas seçimi 11-lərlə bərabər avqust ayının təxminən 1-ci yarısı başlayacaq və daha ətraflı, yəni ixtisas seçimlərinin tarixləri ilə bağlı məlumat Dövlət İmtahan Mərkəzi tərəfindən ictimaiyyətə elan ediləcəkdir.